Lenin "Что делать" kitabında bunu deyibdir. Biz bu günləri bu cürə yaşamalıyıq. Marks bunu deyibdir. Biz bugün bu cürə yaşamalıyıq. Engels bunu deyibdir. Biz bugün bununla yaşamalıyıq. Axı hər bir anlayışın zaman və məkan mənası var. Leninin bəlkə o ideologiya üçün əsrin əvvəlində, yaxud da ki Oktyabr inqilabı zamanı, yaxud da ki 20-ci illərdə dediyi sözlər bəlkə o ideologiya nöqtə nəzərindən o zaman üçün həqiqətən çox dəyərli idi və ondan da istifadə ediblər. Ancaq əgər biz deyirdiksə, o vaxtları hələ sosializm qurulmamışdı, sonra sosializm qurduq, sonra da keçdik bu inkişaf etmiş sosializm mərhələsinə, onda nə cür ola bilər ki, Leninin o sözlərini yenə bir əsas götürək. İndi məsələn, bəziləri o vaxtları hesab edirdilər ki, Məhəmməd Əmin Rəsulzadə o vaxtları bu söz deyib, gərək biz bu sözü yerinə yetirək. Bu da düzgün deyil. Bu konservatizmdir. Həyat inkişaf edir. Bilirsiniz, həyatda böyük dəyişikliklər əmələ gəlir. Bəzi, məsələ, filosoflar Sakratdan söz gətirirlər, Platondan söz gətirirlər. Bəlkə elm üçün, filosofiya elmi üçün bu əhəmiyyətlidir. Ancaq onların yaşadığı devrlə indiki yaşadığı devr tamamilə başqadır. İnsanın mənəviyyəti nöqteyi nəzərindən onların dediyi sözlər. İnsan həmən insandır. Bəlkə də o sözlər çox dəyərlidir bu gündə. Ancaq praktiki nöqteyi nəzərdən hər devrin öz hökmü var. Ona görə də mən hesab etmirəm ki, məsələ biz o komünist ideologiyası kimi bir xüsusi bir ideologiya yaratmalıyıq. Yox. Ancaq bizim xalqımızın, millətimizin hansısa bir ideoloji prinsiplər olmalıdır. O prinsiplər mütləq olmalıdır və o formalaşmalıdır. Onların əsasını bizim konstitusiya təşkil edir. Amma konstitusiyada çatışmayan buna görə cəhətlər var. Çünki bizim xalqımızın, millətimizin tarixi, milli, mənəvi ənənələri var. Xalqımızın əxlaqi mentaliteti var. Bunlardan biz heç vaxt uzaqlaşa bilmənik. Bunları unuda bilmənik. Əgər biz bunları unutsaq, sırf o demək, demokratik devlətin prinsipləri ki var, Avropada da var, Amerikada da var, başqa yerdə də var, Azərbaycanda bunları götürsək, Azərbaycanın milli xüsusiyyətləri nəzərə almasaq, bu milliliyi biz itirə bilərik. Ona görə milli mənəviyyətimizi, milli varlığımızı, milli mənliyimizi inkişaf etdirmək üçün, şübhəsiz ki, müasir tələblərə uyğun inkişaf etdirmək üçün bizim xalqımızın, ölkəmizin milli ideologiyasının əsasları olmalıdır. Ona görə də mən buna fikir verirəm. Bu barədə mən ilk dəfə deyil, əvvəllər də öz fikirlərimi bildirmişdim. Ancaq Yeni Azərbaycan Partiyasının 6-cı il dönümündə mən bu fikirləri biraz da daha da konkretləşdirdim və formalaşdırdım. Hesab edirəm ki, gələcəkdə də biz bu məsələlərə diqqət yetirməliyik və bu məsələlər bizim siyasi həyatımızda, ictimai həyatımızda, mənəvi həyatımızda çox görkəmli yer tutmalıdır.